Salam, hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurğuladığınız kimi qədim mədəniyyət paytaxtımız olan Şuşada bir sıra önəmli tədbirlər keçirilir və elə indiki məqamda da biz Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının turizm üzrə yüksək səviyyəli ekspertlər qrupunun 9-cu iclasında iştirak edirik. Burada müxtəlif ölkələrdən gələn nümayəndə heyətləri bir araya gəlib və müzakirələr aparırlar. İndiki məqamda isə hazırda mənim bir qonağım var. İranın Azərbaycandakı səfiri Müçtəba Demirçili ilə birlikdəyik hazırda. Onunla elə bu keçirilən tədbirin əhəmiyyətindən bəhs edəcəyik. Xoş gördük Müçtəba bəy. İndiki keçirilən tədbirin və elə Şuşada keçirilməsinin önəmindən danışmağınızı istəyəcəm. Buyurun, sizi eşidək. Şuşa bilirsiniz ki, İqtisadi Əməkdaşlıq Təşkilatının mədəni paytaxtı elan olubdu 2026-cı ildə və bunun əsasında da turist sahəsində olan strukturlar və nazirliklər səviyyəsində iclas keçir və o da bunu ispat edir ki, Şuşa bir qədim mədəni şəhərdir və çox xoşhaldır ki, mən yeni səfərimdə şahidəm ki, daha çox inkişaf edib, daha çox gözəlləşibdir və bu fürsətdən də istifadə edirəm. Azərbaycan xalqına və hökumətinə təbrik edirəm ki, bu nailiyyətləri əldə ediblər azad olandan sonra. Təbiidir ki, bu iclasda İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri çalışacaqlar ki, müştərək şəkildə turizmin inkişafında proyektlər tərif edib yol tapsınlar, turistlərin sayı artsın, turistlər daha sadə və sərbəst şəkildə üzv ölkələrə səfərləri olsun və həm bir-birindən tanış olub və həm bir-birinin imkanlarından istifadə edib regionun inkişafına xidmət göstərsilər, turizmin potansiyellərindən istifadə etməklə. Müçtəba bəy, bir sıra ölkələrin nümayəndələri hazırda bu tədbirdə, iclasda bir araya gəliblər və yeniliklər nədən ibarətdir? Yəni, irəliyən dövrdə bizi əsasən hansı yeniliklər gözləyə bilər? Yəni, nələr planlaşdırılır turizmin inkişafı ilə bağlı? İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində turizm sahəsində deyə bilərik ki, yenidən baxılır. Keçmişdə bu qədər əhəmiyyət verilmirdi və indi təbiidir ki, bu yeni baxışda ölkələr çalışırlar ki, milli qanunvericiliklərini bir-birinə yaxınlaşdırsınlar, müştərək şəkildə turizmin inkişafına baxılsın, həm qanunvericilik cəhətindən və həm o strukturlar ki, turizm ilə bağlıdırlar, onların əlaqələri genişlənsin. Eyni zamanda o şirkətlər ki, turizm sahəsində fəaliyyət göstərirlər, bir müştərək qaydada iş aparsınlar və onun nəticəsi də turistlərin rahat və sərbəst şəkildə bu ölkələrə səfər etməyi olar. Və təbiidir ki, İran delegasiyası da özünün xüsusi təklifləri vardı. O cümlədən biz əgər bacaraq ki, EKO təşkilatı çərçivəsində müştərək şəkildə tur aparaq. Misal üçün, o ölkələr ki, bir-birinə yaxındırlar, bir turist ki gəlir, bir viza ilə 2-3 ölkəyə gedə bilsən, 2-3 yerə baxa bilsin, xüsusilə bu sərhədyanı zonalarda bu demək olar ki, turistin inkişafına xidmət edir. Və belənçi baxışda mən belə fikirləşirəm ki, bütün üzv ölkələr bəhrələnəcək. Təşəkkür edirəm Müçtəba bəy, minnətdarım informasiyaları bizimlə. Mən bir məqamada toxunmaq istəyirəm. Siz bilirsiniz ki, fevralın 28-dən İran İslam Respublikası hərbi təcavüzə məruz qaldı və çox təəssüf olsun ki, bu hərbi təcavüzün təsirində nə fəqət İran, bəlkə başqa ölkələr də ziyan çəkiblər. O cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının ölkələrində turizmin sayı çox azalıbdır və bu cəhətdən bütün ölkələr çalışmalıdırlar ki, tezlikcə bu təcavüzün mənfi təsirlərini qaldırsınlar. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, İqtisadi Əməkdaşlıq Təşkilatının hazırda elə Şuşada keçirilən iclasında biz iştirak edirik və ən son informasiyaları elə İranın Azərbaycandakı səfiri vasitəsilə də əldə etmiş olduq. Çatdıra biləcəklərimiz bu qədər, sözü yenidə sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatları çatdırdığına görə indi isə